Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 19 mart 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Tərməz. İlk səhifəmizdə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına cənab prezidentin təbriki dərc olunub. Həmçinin ilk səhifədə Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolunun açılışı başlığı ilə yazımızda yer alıb. Martın 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurmadan sonra açılışında iştirak ediblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Salih Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar. Bu yazı isə 2-ci və 3-cü səhifəmizdə dərc edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb. Fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət edib. Qəzetimizin 4-cü və 5-ci səhifəsində isə Ağdərənin Suqovşan kəndində yaşayış kompleksi istifadəyə verilib. Sakinlərə evlərin açarları təqdim olunub başlığı ilə yazı dərc olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib. Yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Həmçinin Novruz bayramlarını da təbrik ediblər. 6-cı səhifəmizdə isə Ağdərə rayonunun Suqovşan kəndində məscid istifadəyə verilib başlığı ilə yazı yer alıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovşan kəndində məscidin açılışında iştirak ediblər. Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən də istifadə olunub. 7-ci səhifəmizdə vətən torpaqlarında Novruz tonqalları qalanır, doğma yurdumuzdan bahar ətri, yaz nəfəsi gəlir başlığı ilə yazı yer alıb. Odlar yurdu Azərbaycana ilin ən gözəl fəsli bahar gəlib. Onun ilıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Bugün hər kəs müstəqil siyasət aparan, inkişaf və tərəqqi yolunda inamla irəliləyən Respublikamızın hər yerində baharın gəlişini, xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinclə və fərəhlə qarşılayır. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Novruz tonqalını alovlandırması ovqatı daha da artırır. 8-ci səhifəmizdə yer alan yazıların isə başlıqlarını sizə təqdim edirik. Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib. Qubada Dağ Yəhudiləri muzeyini ziyarət. Qubada Qırmızı qəsəbədə 6 günbəz sinaqoqu ilə tanışlıq. Xarici İşlər Nazirliyindən bildirilib. Ermənistan Baş Nazirinin ofisinin sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edirik. Bu isə 9-cu səhifəmizdə dərc olunub. Ermənistan Baş Nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 2025-ci il 18 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik. 10-cu səhifədə Konstitusiya və suverenlik ilinə həsr olunmuş bir yazı yer alıb. Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının müdafiəsinin hüquqi vasitələri başlıqlı yazıda qeyd olunur ki, 3-cü minillikdə biz müasir dünyanın mənzərəsinin köklü dəyişikliklərə məruz qaldığının şahidi oluruq. Bugün demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət ayrılıqda hər bir dövlətdə, bütövlükdə isə beynəlxalq münasibətlərdə müəyyən edici amillər kimi çıxış edir. Müasir dünyanın demokratik inkişafının başlıca meyarlarından birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması vəziyyəti təşkil edir. Bu hüquq və azadlıqlar bəşəriyyətin mənəvi, hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə vətəndaş cəmiyyətinin əsas prioriteti olmuşdur. 11-ci səhifədə isə 19 mart Azərbaycan Respublikası Miqrasiya orqanları işçilərinin peşə bayramı münasibəti ilə yazımız dərc olunub. Azərbaycanın Dövlət Miqrasiya Xidməti uğurlu inkişaf illəri başlıqlı yazıda bildirilir. Martın 19-u Azərbaycan üçün əlamətdar bir gündür. Bugün Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci il dönümü qeyd olunur. 2007-ci ildə əsası qoyulan qurum illər ərzində ölkənin miqrasiya siyasətinin əsas sütunlarından birinə çevrilərək təhlükəsizliyin qorunmasında və miqrasiya axınlarının idarə olunmasında mühüm rol oynayıb. Azərbaycanın müstəqillik illərində qarşılaşdığı əsas çağırışlardan biri miqrasiya axınlarının sistemli idarə edilməsi, qeyri-qanuni keçidlərin qarşısının alınması və beynəlxalq standartlara uyğun miqrasiya siyasətinin formalaşdırılması olub.
Günün siyasi nəbzinin tutulduğu 12-ci səhifəmizdə isə mülki missiya, yoxsa hiyləgərlik sualının cavabı verilib. Sərhəd bölgəsində Avropa İttifaqı müşahidəçilərinin artan fəallığı və onların toplanan məlumatları kimlə bölüşdüyü barədə suallar missiyanın həqiqi məqsədini yenidən gündəmə gətirir. Missiya bölgədə sülhü dəstəkləmək əvəzinə Ermənistanın hərbi fəaliyyətini izləyən və dəstəkləyən bir alətə çevrilib. Bu səbəbdən onun yenidən aktivləşməsi təsadüfi deyil. Çünki son günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqelərini dəfələrlə atıcı silahlardan atəşə tutublar. 13-cü səhifəmizdə də günün siyasi nəbzi tutulub. Bu səhifədə isə Ermənistan hakimiyyəti və cəmiyyəti revanşizmdən əl çəkməlidir başlıqlı yazı yer alıb. Sülh razılaşmasının son bəndləri üzərində razılıq əldə olunsa da, Ermənistan müqavilənin imzalanması üçün lazımi şərtləri hələ də yerinə yetirmir. Bura bir sıra məsələlər daxildir. Azərbaycan-Ermənistan münasibətlərində sülhün əldə olunması üçün əsas şərtlərdən biri Ermənistanın konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. 14-cü səhifəmizdəki günün siyasi nəbzi rubrikasında isə Ruben Vardaryanın məhkəməsində 10 nəfərdən çox zərər çəkmiş şəxs ifadə verib başlığı ilə yazı dərc edilib. İclasın əvvəlində Ruben Vardaryanın müdafiəçisi Avram Berman məhkəməyə vəsatət edərək iclas protokolları və onlara əlavə edilmiş audio yazı ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edib. İttiham tərəfi vəsatətə etiraz etməyib. Hakim Zeynal Ağayev vəsatəti təmin edərək təqsirləndirilən şəxsə və müdafiəçiyə məhkəmə iclas protokolları ilə təkrarən tanış olmaq üçün şərait yaradılacağını bildirib. Daha sonra iş üzrə zərər çəkmiş şəxslər dindirilib. Zeynal Ağayev dindirmədən əvvəl zərər çəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib. 15-ci səhifədə isə Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı məlumatları dərc olunub. O cümlədən bu səhifəmizdə hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər başlığı ilə yazımızda yer alıb. Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışından praktiki məşğələlər keçirilir. 16-cı səhifədə isə Heydər Əliyev parkında 55 çınar ağacı əkilib. Azərgold Qapalı Səhmdar Cəmiyyəti Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib başlıqları ilə yazılar yerləşdirilib. Həmçinin qəzetimizin son səhifəsi hava haqqında məlumat və idman daimi zirvələrdə rubrikaları ilə də yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.